Hər kəs möhtacdır Allaha. Bu həyatda nə addım atırsan at, sənin Allahın yardımı sənə olmasa, müvəffəqiyyəti olmasa, heç bir şey əldə edə bilmirsən. Həyatın hər bir anında elədir. İstər bu sənin ibadətlərindən bağlı olsun, istər sənin dünyavi işlərinlə bağlı olsun, Allahın hidayətinə ehtiyacın var, səni yönəltsin, səni müvəffəq eləsin. Və o müvəffəqiyyəti də əldə etmək üçün ən böyük səbəblərdən biri Allaha itaətdir. Onların təbii ki, başında namaz qılmaq durur. Gör, namaz qılmayan insanlar nə qədər şeylərdən məhrumdur, subhanallah. Allah'ın olsun. Namaz Allaha ən sevimli ibadətdir və qul da Allahı sevib ona itaat edərsə, gör nə qədər Allahın məhəbbətini qazanar. Sonra şikayət edirik ki, məsələn, həyatımız niyə çətindir, niyə xoşbəxt deyilik, niyə o qədər suallar gəlir ki, insan həyatı ilə bağlı. Deyir ki, səbəblərdən biri Allahdan uzaq düşməkdir. İnsan Allahdan uzaq düşəcəksə, təbii ki, Allah onu başlı-başına buraxacaq. Öz nəfsinə buraxacaq, öz problemləri ilə başlı-başına buraxar. Yəni, niyə də elə olmasın ki, hər kəs deyir ki, Allah rəhəmlidir, mərhəmətlidir, niyə yardım eləməsin? Biz onu başa düşürük, təbii Allah rəhəmlidir. Rəhəmli olmasaydı, yer üzərində bir dənə kafir qalardı, qardaş. Yer üzərində bu qədər zalimlar var. Allah Taala'nın hər kəsə mərhəməti var. Ha? Hətta möhlət verir, gözləyir, bəlkə o zalim, o fasıq qulu geri dönər. Lakin nəsə bir şey də baş verəndə özündən başqa heç kəsi qınama. Həmən demək ki, Allah məndən niyə üz döndərdi? Allah məni yaratmışdırsa, mənə niyə yardım eləmir? Və sən Allahın dini üçün nə etdin? Sən Allah üçün nə etdin? İnsan gərək sualı birinci özünə versin ki, yaxşı, sən əgər Allaha iman gətirdiyi deyirsənsə, sən Allah üçün nə təqdim eləmirsən? Allah üçün nədən keçmirsən? Ən böyük şey namaz görsə, namaz qılmır. Sonra deyir ki, problemlər və s. və ilaxır. Allahdan uzaq düşəndə Allah təbii ki, insanı o problemləri ilə də başlı-başına qoyacaq. Yenə buna baxmayaraq, Allah yenə mərhəmət göstərir. Kafirlərin, zalimlərin, fasiqlərin həyat tərzinə bax. Necə yaşayırlar. Yenə Allah möhlət verir. Hikmətindən də bilmirik niyə görə. Bəlkə əzabı daha şiddətli olsun deyə belə azğınlıq içərisində buraxıb. Və ya möhlət verir ki, canını alsan, bəla göndərsən, məhv olub gedəcək. Rəhmətindən bəlkə möhlət verir. Qardaş, indi Allah bilir hikmətini. Bunun əksi olan möminlər görsən, necə gözəl, firavan həyat yaşayırlar. İman gətirmiş şəxs, inşallah qabaqda o haqda da oxuyub danışacağım. Tələsdirmək istəmirəm. Hər bir halında Allahdan razıdır. Deməli, namaz böyük ibadətdir, əzəmətli ibadətdir. Və qulun da namazda Allah ən yaxın olduğu yer, onun səcdədə olduğu yerdir. Çünki zəlilliyin, təvazökarlığın yeridir, məqamıdır. Və belə olanda təbii ki, duaya da cavab inşallah gələcəkdir. Ruku halında olanda da Allah Rəsulü nə buyurur sallallahu aleyhi ve sellem? Deyir ki, Allahı çoxlu əzəmətləndirir. Deməli, rukuda Allah təzim edirsən. Səcdələrdə də Allaha dua edirsən. Bəzi adamlar rukuda da dua edir, deyirik xətadır. Rukuda dua eləmirsən. Rukuda varid olan zikirləri söylə. Allahı təriflə bağlı, Allahı həmd etməklə bağlı. Amma səcdə yerinə çatanda inşallah ki, orada sən dua edirsən və müstəcəb bir yerdir, vaxtdır. İnsan gərək bu məqamlardan istifadə eləsin.